Güləş dünyada və ölkəmizdə hər zaman insanların diqqət mərkəzində olan bir idman növüdür. Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlarda, həmçinin beynəlxalq arenalarda güləşçilərimizin əldə etdiyi nailiyyətlər yetərincədir. Bu məqam və son illərdə regionlarda güləş idman növünün daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar Daşkəsənli uşaq yeniyetmə və gənclərin bu idman növünə marağını artırıb. 1963-cü ildən fəaliyyət göstərən Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində 24 məşqçi müəllim tərəfindən 35 qrupda 378 şagirdə voleybol, stolüstü tenis, şahmat idman növləri ilə yanaşı Yunan-Roma güləşinin də sirləri öyrədilir. İstedadların kütləvi şəkildə yetişdirilməsi üçün Yunan-Roma güləşi üzrə məktəbə qəbul 7 yaşdan başlayır. Burada hazırlıq prosesi yalnız fiziki məşqlərlə məhdudlaşmır, həm də psixoloji və intellektual inkişaf, sağlam həyat tərzi prinsiplərinə əsaslanır. Hal-hazırda bizim bu bölmədə 6 məşqçi işləyir. 6 məşqçi deməli 6 qrupda 78 nəfər şagirdimiz mütəmadi Yunan-Roma güləşi ilə məşğuldur. Keçən illərdə idmançılarımız Təhsil Respublika İdman Mərkəzinin yarışlarında, eyni zamanda Azərbaycan Respublikası Güləş Federasiyasının keçirdiyi zona birinciliklərində iştirak eləmişlər. 2 nəfərimiz həmin yarışlarda mükafata layiq yerləri tutmuşdu. Gələcəkdə regional və Təhsil Respublika İdman Mərkəzinin yarışlarına nəzərdə tutmuşuq, fəal surətdə qatılaq. Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Ötən il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəbdəki mövcud zalların maddi-texniki bazası gücləndirilib, təlim avadanlıqları yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Bu amillər və təcrübəli idmançılarımızın əldə etdikləri böyük uğurlar rayonda uşaq, yeniyetmə və gənclərin güləşə marağının artması ilə nəticələnir. Respublika yığma komandalarımızın sərbəst və Yunan-Roma güləşi, eyni zamanda cüdo güləşçilərimizin beynəlxalq yarışlarda, dünya Avropa çempionatlarında və olimpiya oyunlarında qazandıqları o yüksək nailiyyətlər, o müxtəlif ayarlı medalların ölkəmizə gəlməsi, ölkə yığma komandamızın dünyada tanınmış bir yerlərə layiq görülməsi bizim yeniyetmə gənclərin, eləcə də valideynlərin arasında xüsusi bir təbliğat formasıdır və onlar da çalışırlar ki, o tanınmış görkəmli idmançılara bənzəsinlər. Məşqçi müəllim Zaur Həsənov bildirir ki, Daşkəsən rayonunda güləş idman növünün populyarlaşması, istedadlı idmançıların üzə çıxarılması, onların peşəkar səviyyədə hazırlanması əsas hədəflərdəndir. Hər il ölkə üzrə müxtəlif yaş qrupları arasında çempionatların, yarışların təşkil edilməsi və Daşkəsənli idmançıların bu yarışlarda iştirakı, eləcə də nailiyyətlər əldə etməsi olduqca sevindiricidir. Hal-hazırda 2 dənə yetirməmiz yığma komandamız üzvüdür. Verdiyev Məhər Rasimoğlu, Məmiyev Səfər Şakiroğlu 15 və 17 Respublika birinciliyində 2-ci, bir də 3-cü yerləri əldə ediblər, qazanıblar. Yeniyetmə az yaşlı uşaqlarımız da inşallah gələcəkdə ondan da yüksək nailiyyətlər gözləyirik. Çox yarışlarda iştirak edirik. Diğer uşaqlar var, baxın, gördünüz. Nəcəfov Murad var, Əliyev Yusif var ki, artıq Bakı komandasından təşrif gəlib o uşaqlara. Cəmi 8 yaşı olmasına baxmayaraq, Murad Nəcəfov Yunan-Roma güləşinə böyük maraq göstərir. Müəlliminin tapşırıqlarını məsuliyyətlə yerinə yetirən balaca pəhləvanın hədəfləri olduqca böyükdür. Mən müəllim öyrətdiyi faktları yadımda saxlamalıyam. Müəllim nə desə, mən onun diqqətlə qulaq asmalıyam ki, mən yarışlarda tətbiq edeyim. Məşqi çox sevirəm. Məşq bizim üçün önəmlidir. Güləş sağlamlıqdır. Mən birinci, ikinci yerlərim, 3-cü yerim var. Muradın həmyaşıdı Mustafa Vahabzadə də onun qədər iddialıdır. Çox üzərində işləmişəm. Mən birinci, ikinci, 3-cü yerlərim var. Respublika çempionu, dünya çempionu, olimpiya çempionu olacaq. Məktəbin digər şagirdləri də Murad və Mustafa kimi yüksək əzm və motivasiya nümayiş etdirirlər. Onları məşqlərə ruhlandıran əsas məqam isə ustadlarının yolunu davam etdirib, Azərbaycanın idman şərəfini dünyada uca tutmaq arzusudur.